Dostlar, xoş gördük sizləri. Demək, son vaxtda bu M adda proqram var, onu çox paylaşırdılar və gördüyünüz kimi hazırda bağlanıb, yaxşı ki, mən buna pul atmadım. Dedim, bu biraz izləyim, görüm nə göstərir, sonra pul ataram. Yəni M adda belə bir proqram var idi, təzə açılmışdı, yəni 60 manat gördüyüm günə 2 manat. Bu proqram bağlandı, getdi. Yəni mənim üçün bu dəqiq ən gözəl Next birlikdir. Kim istəsə qoşula bilər. Həqiqətən çox yaxşıdır. Dünəndən də 11 dollarımı çəkdim. Gün ərzində köçdü balansıma. İndi hal-hazırda da ki 2.82 dollarım var balansımda. Yəni bura qoşularaq sadəcə qruplara qoşulursunuz burada. Qrup yazılır. Onlara qoşulursunuz və onlar sizə gündəlik pul verir. Mən 140 dollar atmışam. Günə harasa 200 dollar pul verir mənə. Həqiqətən çox yaxşıdır, çıxarış da əladır, qəşəng gəlir, həmən günü köçür. Yəni bunun haqqında ətraflı paylaşım etmişəm. Bundan qabaqki videoma baxın, necə qeydin keçmək lazımdır, necə olur, hamısını izah edirəm sizə. Belə deyim də, baxın, qeydiyyat çox rahatdır. Yəni qeydiyyatdan nömrə ilə mütləq keçin. Nömrəni keçə bilməsəz, Gmail ilə keçin. Sonra gəlin burada dəstək xidmətini yazın ki, bəs mən e-mailimi dəyişib nömrə əlavə etmək istəyirəm. Onlar dəyişəcəklər. Şəxsiyyətinizi mütləq təsdiqlətdirin, mütləq. Deməli belə. Burada necədir? Qeydiyyatdan keçəndən sonra başqa heç nə ehtiyac yoxdur. Qeydiyyatdan keçdiniz, gəlirsiniz bura. Baxın. Bura gəlirsiniz. Burada 2 dost dəvətiniz olsa, yəni pul atan 2 dost dəvətiniz olsa, siz burada daha bahalılara qoşula bilərsiniz. Məsələn, Flow Pro var da, buna qoşula bilərsiniz. Bu daha çox verir sizə, yəni pulu. Buna qoşulursunuz, 32 dollardan qoşulursunuz, 54 manatdan belə deyək də, qoşulursunuz. Bu daha çox verir. Burada da ki 23 dollarla qoşulur və bir də yeni kullanıcıda. Burada da yəni dost dəvət lazımdır. Yeni kullanıcılara gəlirsiniz. Yeni kullanıcı sözünə siz gəlirsiniz. Yəni kim dost dəvət yoxdursa, təzə qoşulubsa. Yəni 140 dollar bəsidir. 140 dollardan artıq pul atmayın, çünki çox qrupa qoşula bilmirsiniz. Sonra yerdə qalan pulunuzu mən məsələn bura çox pul atmışdım 140 dollardan. Gördüm ki, əlavə yerdə 30 dollarım qaldı. Tezdən onu geri çəkdim. Həmin gün köçdü kartıma və 140 dollardan başladım istifadə etməyə. Deməli pul atdınız, pul yükləndi. Yəni burada depozit etmək çox rahatdır. Doldurma yerinə gəlirsiniz. Doldurma. Məsələn, istəyirsinizsə kart vasitəsindən, istəyirsinizsə USDT vasitəsindən göndərə bilərsiniz. Məbləği də buraya yazıb göndərirsiniz. Yəni ən minimum məbləğ yeni başlayanlar, yəni bir 50 dollarla da başlaya bilərsiniz, nə bilim 100 dollarla da başlaya bilərsiniz. Yəni 140 dollar lap idealıdır da. Niyə görə deyirəm? Çünki orada qruplara qoşulmaq üçün minimum 140 dollar, yəni poundla hamısına qoşula bilirsiniz də. Yəni limitə qədər qoşulursunuz. Nəsə balans artırdıqca sonra gəlirsiniz bura. Baxın bura qoşuldunuz 120 dollarla belə vurursunuz üzərindən, qrupa qoşulur, belə gedirsiniz, ödənişi edirsiniz, qoşulursunuz. Ta ki qoşulan axırda sizə birisindən gəlir. Gələcək ki, bəs limit doldu. Limit dolduqdan sonra nə edirsiniz? Gəlirsiniz təzədən baxın bu populyar ürünlər yerinə bir 5 dollarlara qoşulursunuz. Bir 5-6 dənə də bundan alacaqsınız. Bunu da alandan sonra vəssalam. Burada da limit dolur. Gözləyirsiniz gecə saat 12-dən sonra, yəni 12-dən sonra da belə deyək, səhərə yaxın da baxırsınız ki, sizin qoyduğunuz məbləğ, yəni 140 dollar həm bura qayıdıb, həm də ki qazancınız var burada. Qoyduğunuz pulu da geri götürüb çəkim edə bilərsiniz. İstəsəz qazancınız var. Yəni mən sizə məsləhətim budur ki, buradakı xala hələ dəyməyin. Ta ki 11 dollara qədər yığılsın. Bura ki sizin pulunuz qayıdır, məsələn 140 dollarınız. Təzədən yəni gəlirsiniz bura, yəni bura next one, yəni yeni kullanıcı və başlayırsınız yəni qruplara qoşulmağa. Səhərsi günü tutaq ki, burada olacaq sizdə. Məsələn, məndə gördüyünüz kimi də 2 dollardır. Səhərsi günü olacaq bu məsələn 5 dollar, 4 dollar. Belə davam edə gedirsiniz. Sonra məsələn deyək 11 dollar yığan çəkmədi, bir 13 dollar, 14 dollarını da belə üzərindən vurun. Sonra baxın köçürmə yeri var, köçürmə balansı var. Onun üzərindən vurursunuz. Məbləği məsələn bura yazırsınız. Deməli məbləği yazırsınız. Tutaq ki, məsələn deyək ki 15 dollarınız, 15 yazırsınız, təsdiq sözünə vurursunuz və bu 15 dollar köçəcək, baxın bura. Köçəcək bura. 140 dollar alandan sonra bu pul köçürdün ki, burada sırf 15 dollarınız qalsın. İndi 15 dollardan 5 dollar belə 14 dollar keçər, ya 13 neçə dollar keçər də bura. Sonra gələcəksiniz çıxarma yerinə, STT çıxar. Burada pul qabı, bir də bank kartı var. Yəni bunları da əlavə edirsiniz. İstəsəz bank kartını əlavə edin, istəsəz USDT kartını əlavə edin. İkisinə də bir günə köçür. Bank kartında 5% komissiya göstərir tutmağa. Pul qabında 3%. Yəni ikisini də eyni vaxtda köçür. Mən elə bank kartını atıram, rahatdır mənim üçün. Həmin gündə köçür. Çox yaxşıdır, həqiqətən gözəldir. Yəni digər təzə açılan proqramlara qəti qoşulmağı məsləhət görmürəm sizə. Bir müddət istifadə olun. Yeni açılan proqramlara inan ki, saytlar çoxsa bir həftə, 10 gün getmə bağlanır. Siz qazancınız belə olmur. Yəni o məsləhət görmürəm. Bu dəqiq hazır istifadə etdiyim budur. Bir də bundan qabaq video var, Trombik haqqında paylaşım etmişəm. Videolara baxın, görəcəksiniz. Bir də odur. Yəni mən YouTube kanalıma daxil olun, sizə göstərim ki, linki hara paylaşmışam. Oradan rahat şəkildə qeyddən keçə bilərsiniz. Gəlirsiniz mənim profilimə. Baxın burada kanalıma gəlin. Burada bağlantılar var. Baxın bura gəlin. Gördüyünüz kimi Trombik, Next birlik. İkisinin qeydiyyatı buradadır. Bir də jetonlar.
TikTokda ucuz jeton almaqdan ötürü 1000 jeton 17 manat 65 qəpik idi. Bax burdan da jeton da ala bilərsiniz. Yəni mənim ən etibar etdiyim baxın bu iki saytdan istifadə edirəm hal-hazırda. Bu heç bu 4 il istifadə edirəm. Bu da ki bu neçə aydır istifadə edirəm, amma çoxdan. Belə dostlar, yəni kim istəsə, yəni baxa bilər videolarıma da, digər videolarda paylaşmışam. Baxın Xbilini ətraflı burada paylaşmışam, ona baxa bilərsiniz. Sonra bu var, beləsindən bir proqramlar var. Baxıb ətraflı məlumat ala bilərsiniz. Bu qədər dostlar, sağ olun. Kimlə söz olsa yazın.